Yəni işləmək istəyən özü üçün Azərbaycanda iş tapa bilər. Ya inşaatda, ya kənd təsərrüfatında, ya... Qardaş, bizim kənddə, bizim rayonda Allaha and olsun elə bir vəziyyətdir ki, demək olar ki, kəndçi kimi yaşaya bilmir. Cəmaət qalıb qarşı-qarşıya, üzbəyüz. Heç nədən millət bir-birinə girir. Belə bir şeyim olur, əkin əksən cərimə yazırlar. Heyvan çıxarırsan otaq sahəsində tutub aparıb döyə-döyə soxurlar içəri. Cərimə yazırlar. Qalmışıq çıxılmaz bir vəziyyətdə. Bu haqsızlıq, bu ədalətsizlik nə qədər kimi davam eləyəcək? Gəlin maraqlanaq, kənddə görək neçə şəhid ailəsi var. Hansı birinin adına 2 sot həyət yanı torpaq sahəsi var? Yoxdur. Əlavə olaraq da, bax, nəzərinizə çatdırım ki, cəmaətin öz cibinin vəsaitindən aldığı su durbaları Allaha and olsun, söküb aparıb satıblar. Doğruyub aparıb satıblar. Cəmaət qalmışıq çıxılmaz bir vəziyyətdə. Bilmirsən hara gedəsən, kimə deyəsən dərdini, nə cür eləyəsən. Belə Allahsızlıq olmaz. Mən müharibə iştirakçısıyam. Vətən, millət qorumaq adı gələndə bizi kimi kasıb küsubu aparırlar müharibəyə. Amma halbuki torpaqdan istifadəyə gələndə tutub basırlar içəri. Haqna-haq cərimə yazırlar, döyürlər. Belə ədalət, belə qanun olar. Mən nəşəxoram, mən qumarbazam, mən nəçiyəm, qardaş, mən niyə aparıb döyməlidirlər? Mən niyə aparıb döyməlidir? Nəyə görə kimsə mənə aparmalıdır? Birinin qohumu bir yerdə işləyir, gedib gələni, anar duran deyirlər, sən qohumun işdən çıxardayıq. Biri bir yerdə işləyir, özü də nə vəzifəsində işləyir? Hardasa xadiməçi, süpürgəçi, axıranı. Bədbax uşağı, vicdanınız budurmu? Ədalətiniz budurmu? Qanununuz budurmu? Havağa kimi belə zulümlə yaşayacaq. Da bizim itirəsə işlərimiz qalmır.